Bir anlıq belə bir şeyi təsəvvür edin. Təyyarə Los Ancelesdən Nyu-Yorka uçur. Əgər onun istiqamətini cəmi 1 dərəcə dəyişsəniz nə baş verər? İlk baxışda elə görünür ki, demək olar heç nə. Təyyarə yenə də eyni istiqamətdə uçur kimi görünür. Amma saatlar keçdikcə bu kiçik dəyişiklik böyüməyə başlayır və nəticədə təyyarə Nyu-Yorka yox, tam başqa bir şəhərə enə bilər. Həyatımızda vərdişlər də məhz belə işləyir. Kiçik dəyişikliklər əvvəlcə demək olar ki, hiss olunmur, amma zaman keçdikcə onlar həyatımızın istiqamətini dəyişir. James Clear bu fikri çox sadə bir ideya ilə izah edir. Əgər siz özünüzü hər gün cəmi 1% təkmilləşdirə bilsəniz, uzun müddətdə nəticə inanılmaz dərəcədə böyük ola bilər. Başqa sözlə desək, kiçik inkişaf zamanla yığılaraq böyük dəyişikliklər yaradır. Amma burada maraqlı bir məqam var. Bu dəyişikliklər ilk vaxtlarda demək olar ki, görünmür. Məsələn, siz idmana başlayırsınız. Bir neçə gün keçir. Demək olar ki, heç nə dəyişmir. Bir neçə həftə keçir. Nəticə yenə də çox kiçik görünür. Və bir çox insan məhz bu mərhələdə dayanır. Onlar düşünür ki, gördükləri iş nəticə vermir. Amma əslində dəyişiklik artıq başlayıb. Sadəcə bu dəyişiklik hələ görünəcək qədər böyüməyib. James Clear bu prosesi gizli inkişaf dövrü adlandırır. Yəni, bir müddət nəticə görünmür, amma proses davam edir. Bunu təbiətdə də görmək olar. Məsələn, bambuk bitkisini götürək. Bu bitki ilk illərdə demək olar ki, görünəcək qədər böyümür. Uzun müddət torpağın altında kök salır. Sonra isə qısa müddət ərzində çox sürətlə böyüməyə başlayır. Kənardan baxanda elə görünə bilər ki, bitki birdən-birə böyüdü. Amma əslində bu böyümə uzun müddət ərzində hazırlanırdı. Vərdişlər də eyni şəkildə işləyir. Kiçik dəyişikliklər bir müddət görünməz qalır, amma zaman keçdikcə onların təsiri getdikcə böyüyür. Burada başqa bir vacib fikir də var. Yaxşı vərdişlər zamanla sizin xeyrinizə işləyir. Pis vərdişlər isə zamanla sizə qarşı işləyir. Məsələn, hər gün bir az kitab oxumaq. Bu çox kiçik bir vərdiş kimi görünə bilər. Amma bir neçə ildən sonra bu vərdiş böyük bilik yaradır. Eyni şey pis vərdişlər üçün də doğrudur. Məsələn, hər gün biraz vaxt itirmək, bir neçə dəqiqə sosial şəbəkələrdə keçirmək. İlk baxışda bu da çox kiçik görünür, amma illər keçdikcə bunun da böyük təsiri olur. Buna görə də müəllif deyir ki, uğur birdən baş verən hadisə deyil. Uğur kiçik, düzgün qərarların uzun müddət ərzində yığılmasıdır. Əslində həyatımızın istiqamətini böyük qərarlar yox, gündəlik etdiyimiz kiçik şeylər dəyişir. Ona görə də əsas sual belədir. Bugün etdiyimiz kiçik vərdişlər bizi hansı istiqamətə aparır? Çünki zaman keçdikcə həmin istiqamət həyatımızın nəticəsinə çevrilir. Növbəti videoda isə kitabın başqa bir çox maraqlı ideyasına baxacağıq. James Clear izah edir ki, vərdişlər təkcə davranışımızı dəyişmir, onlar kim olduğumuzu da formalaşdırır və biz də bu ideyanı birlikdə daha yaxından araşdıracağıq.